Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük hər birinizi. Dilim səhər-səhər çayımızı dəmliyim. Ondan sonra qonaqlarımı yavaş-yavaş studiyamıza alacam. Əsas çaydır. Səhər açıldısa mütləq çay içməlisiniz də. Yəni içməliyik bir millət olaraq, bir xalq olaraq. Biz çaya meyilliyik. Baxın, mən bir şey deyim. Azərbaycanda, ümumiyyətlə, Türk dünyasında qara çay daha çox istifadə olunurdu. Amma mən Orta Asiya ölkələrində olanda, xüsusən Özbəkistanda, orada qara çaydan çox az istifadə edirdilər. Ən çox yaşıl çaydı. İndi mən bunun xeyrin, ziyanın tam-tamına dəqiq bilmirəm. Seyfəddin doktor daha yaxşı bilər ki, hansı insan orqanizminə, bilirəm ki, qara çay ziyandır. Bədəndəki, qandakı dəmiri deməli, azaldır. Yəni, bu şeyləri bilirəm, belə təxmini. Amma indi daha yaxşı Seyfəddin doktor studiyamıza gələr, ondan soruşaram, görüm hansı çay adama daha gözəl təsir edir. Nəsə, gününüz uğurlu, xeyirli, ruzili, bərəkətli olsun, əziz tamaşaçılarımız. Xatırladım ki, proqramımızın baş sponsoru Doktor Seyfəddin Klinikası, o cümlədən Agromal Özbəkistan məhsulları sponsorlarımız sırasında Milan VIP Hospital və təşkilatı dəstəyimiz Mirvari Xalı Xalça Yuma şirkətidir ki, sizə tövsiyəm var, mütləq əlaqə saxlayan sponsorlarımızdan. Doktor Seyfəddin Klinikası Xətai rayonunda Həzə Aslanov metro stansiyasının çıxışında yerləşir. Həkim qəbulu 30 manatdır. Orada bütün müalicələr təbii üsullarla aparılır. Agromal Özbəkistan məhsullarına bütün pal-paltarlar deməli qiyməti oldu 10-20 manat. Kilosundan söhbət gedir. Paltarları kilo ilə satırlar. Dəsmallar, pastellər, hamısının kilosu 10 manatdır. Milan VIP Hospitalında stasionar şöbəmiz fəaliyyət göstərir. Bölgələrdən gələn xəstələrimiz üçün ən gözəl şərait var yatmağınız üçün. Gündə 4-5 dəfə yeməyiniz verilir. 4-5 dəfə, qabaqlar 3 dəfə verirdi, 4-5 dəfə gündə sizə yemək verirlər. Müalicənizi tam klinikada alırsınız, Robert test müayinəsindən keçirsiniz və yollanırsınız evinizə. Mirvari Xalı Xalça Yuma şirkəti təşkilatı dəstəkçimizdir. Xalçaları neçə yuyurlar? 2 manata. Bir dənə xalçanı 2 manata yuyurlar. Nömrə getdim. Mən dəvət eləyim, hə Emin? Yavaş-yavaş qonaqlarımızı dəvət eləyim, əzizim. Şəfaq xanım, çayımızı burada dəmə qoyarsan da, qoy dəmlənsin. Sən dəm almamış gətirirsən. O da adamın başının ağrısını aparmır. Sən bilmirəm, bu çay dəmləmək metodunu hardan tapırsan. Bilmirəm, o kişi sən nə tər saxlayır. Neçə ildə ailəlisən? Çoxdan? Demirin, neçə ildə ailəliyəm, yaşın gizdədir. Dostlar, saçıma görə təşəkkürlərim olacaq Firat Ustaya. Barber Shop deməli yerləşir harada? 10-cu mikrorayonda Firat Ustanın əli qolu var olsun. Dəvət edeyim bura studiyamıza. Dünya Çin Təbabəti Konfederasiyasının üzvü, UNESCO, beynəlxalq təşkilatların üzvü, baxın, kişinin titullarına baxın. Və ən əsası ölkəmizdə təbii üsullarla müalicə həkimi kimi sevilən, tanınan, dırnaqdan saça qədər bütün müalicələrini tam təbii üsullarla həyata keçirdən, Allah qəni rəhmət eləsin, Teymur əmiyə deyirdi, bizim Seyfəddin həkim. O mahnı var idi, Teymur Mustafayevin. Arada onu Orxan səsləndirində Emin. Teymur Mustafayevin bir səsi gəlsin efirimizdən. Doktor, gəlin, sabahınız xeyir olsun. Necəsiniz, nə var, nə yox, ay doktor? Xoş gördük, Samir bəy. Necəsən, nətərsən, doktor? Allah razı olsun, Samir bəy. Hər şey gözəldir. Hər şey yaxşıdır, şükür. Allah'a min şükür olsun. Ayaq üstəyik. Həm də ən gözəl odur ki, bugün yenə də həftənin ikinci günüdür. Sevimli Dünya TV-dəyik və onun ən gözəl proqramı olan Tam Səhəmi proqramındayıq. Bu proqramın da parisi, xalqımızın sevimlisi, gözəl aktyor, gözəl rejissor, gözəl bədii qiraət ustası, toylar kralı, hamısı yerində. Ən əsas odur ki, bacı oldu Samir Bayramlı, Samir Tam Səhəmi. Təşəkkür edirəm, doktor. İşləriniz necə gedir?
o cavab verəcəm. Dəyərli Ramiz müəllim başda olmanın Dünya TV-nin gözəl kollektivini salamlayıram. Xüsusilə də televiziyanın gözü olan Tam Səmimi proqramının bu gözəl gənc kollektivini salamlayıram, uğurlar diləyirəm. Və inanıram ki, bu gün də yenə gözəl, maraqlı bir proqram olacaq. İzləyicilərimiz canlı efirə qoşulub sual verə bilərlər, soruşa bilərlər, gözəl musiqilər eşidəcəklər, məsləhətlər eşidəcəklər. Mən də yəqin ki, yeni, gözəl məlhəmlər deyəcəm. Var bugün yəni yeni məlhəmlər. Məlhəmlər deyəcəm, qəbul edəcəklər. İşlər də yavaş-yavaş gedir. Şükürlər olsun, insanlarımız hər zaman olduğu kimi yenə də təbii sularla müalicəyə dünyada olduğu kimi üstünlük verirlər. Samir bəy gəlirlər, zəli qoydurmaq istəyən adamlar, arı saçdırmaq istəyən adamlar, nə bilim, zobunu müalicə elətdirmək istəyən adamlar, migren, zob, oynaq xəstəlikləri, qan təzyiqi, ürək, saçdan dırnağa özünü demişkin, göbələk olan, qızıl yel olan, dəmirov olan, nə bilim, yuxusu pozulan, qəbizliyi olan, ishal olan, köp olan, hamı saçdan dırnağa sən demişkən müraciət edirlər. Doktor, sizə özümün şəxsi bir sualım var. Çünki birazdan sonra Orxan efir nömrəmizi xatırladıram. Bu nömrə ilə əlaqə saxlayın. Doktor, axşamlar olanda, üçün günüz olmur da. Elə bilin ki, dərim həssaslaşıb. Üz dərisindən söhbət getmir, bədən dərisindən. Bax, ayağımın bu bud nahiyəsi, buralarda, elə bir ki, bir qaşınma olur, şirin-şirin qaşınma olur. Bir də məsələn, bədəmdə müəyyən yerlərdə bir də görürsən, belə balaca toçka belə qızartı olur, sonra keçir gedir. İllah da ki, axşam olur, gecə yatanda, demirəm belə, yara falan yoxdur. Sadəcə şirin-şirin qaşınır, əgər qaşısan. Mən də çalışıram ki, qaşınmayım. Nədən ola bilər? Mən sizə nədən olar, onu müayinə eləmədən çətindir, ancaq məsləhət verim, olmasın. Hər axşam yatmamışdan qabaq, yüngülvari hər axşam suyla, lap sabunlu suyla, sabunludur. Bir belə dəydi, bitdi. Hiss eləməyəcəksin hər axşam. Həm möhkəmlənəcək, həm də o nəyə qarşı həssasdır, o həssaslığı söndürəcək. Təxmini nəyə qarşıdır? Mən bir şeydən şübhələnmişəm, deyəcəm sizə. Amma təxmini nədən ola bilər? Birinci insan orqanizmlə təxmini cavab verən həkim-həkimdir. Təxminən həkim olmaz. Çünki ağırlaşma verəndə gəlib tutarsan buradan deyərsən ki, mən dedim, təxmin nə idi? Mən sənə insan taliyəyəm, mənə niyə təxmin elədin? Ancaq mən sənə praktik olaraq, yəni onu müayinə eləmədən, baxmadan, görmədən, sözlə təxminli diaqnoz olmaz. Ancaq ümumiyyətlə, neyrodermit deyilən bir şey var. Yəni, dərinin sinirlə innervasiyası həssas olur. Tutaq ki, ora həmin nahiyə daimi örtülü olur da, şalvarda olur, istilik olur, həssaslıq yarana bilər. Geydiyin şalvarın tərkibindən asılı olaraq, indi hamısı yun olmur ki, hamısı pambıq olmur ki, tərkibində təbii ki, o sintetik kimyəvi materiallar da olur paltarın. Hamısı qıcıqlandırıb dəriyi o vəziyyətə sala bilər. Ancaq dediyim kimi, hər axşam yatmamışdan əvvəl və yaxud da səhər-səhər. Nə vaxt? Eləcə su. Mən izləyicilərimizə də deyirəm, çünki bu suallar çoxdur, hədsiz dərəcədə çoxdur. Xüsusilə də qasıq nahiyəsində də müxtəlif yerdə qaşınma. Su ilə sabunlayırsan bir dəfə və durursan, çıxırsan, gedirsən içinə, yaxud da yatırsan, sən hiss eləməyəcəksən onu. Doktor, amma mən bir şeydən şübhələnmişəm. Bilirsiniz, bunu nəyə görə deyirəm? Ola bilsin insanlarımız... Təbii ki, olur, çox adamlarda olur. Nədən şübhələnmişəm? Yuyucu vasitədən, paraşokdan. Həmin şeyə gəlir. Paraşokumuzu ki, dəyişmişik, tam fərqli bir paraşok almışıq. Deyirəm, bəlkə paltarlarım onunla yuyulub deyə... Ola bilir. Ola bilirmi ki, ondan olsun? Ola bilir. Mən dedim də, hər hansı bir kimyəvi, ondan olsun, paltarın tərkibindəki kimyəvi vasitələrdən olsun, sabundan olsun, hər bir şeydən ola bilir. Ancaq nədəndir onu eləmək üçün mütləq orada... Müayinə olmalı. Nə müayinəsi olmalıdır, doktor? Müayinəsi elə mən o dediyim kimi, qısaca bir müddətdə uzaqlaşırsan, tam kimyəvi hər nədən paltar olur, ya yun, ya pambıq, o kimyəvi vasitələrdən də istifadə eləmirsən və sonra baxırsan, görürsən ki, keçdi, demək elədi. Yox, görürsən ki, keçmədi, onda dediyin kimi mütləq mənada axtarmaq lazım ki, nədəndir, səbəbini axtarmaq lazım. Tamam.
Nəğməli qonağımızı hazırlayın, bir ifamız hazırdır. Dəvət edək, çünki ardınca reklam blokumuzun vaxtıdır. Sonra digər nəğmələrimizi təyinat eləyərik. Deməli, bugün də çox gözəl bir xanım olacaq efirimizdə, doktor. Bugün evimizin qonağı Zümrüd Məmmədovadır. Muğam müsabiqəsinin laureatlarından, beynəlxalq müsabiqəsi, sonra digər muğam müsabiqəsi. Həm çox gözəl xanəndədir, həm də xanəndə var ki, ancaq elə muğam oxuyur da. Məsələn, bu xanımda bəstəkar mahnıları da çox gözəl alınır. Gözəl. Və istənilən mahnılara öz yanaşması var, özə səsinin ahəngi də gözəldir. Mən keçən dəfə Sədəf xanıma da bunu deyirəm. Nə oxusan, adam elə bir ki, qəbullanır. Bu xanımda da belədir. Xətri mənim üçün çox əziz olan bir gözəl xanım olacaq burada. İndi əziz tamaşaçılarımız Zümrüd xanım Məmmədova. İfası ilə indi təqdim eləyəcəm xanımı, ardınca əlbəttə bizim reklam blokumuz olacaq. Amma siz efirə birbaşa qoşulmaq istəsəniz, aşağıdakı əlaqə nömrələrimizi görürsünüz. Dəvət eləyək, Orxan, Zümrüd xanım gəlsin ifası ilə. Sensizliğe alıştırma, ürəyinə çağır məni, ürəyinə çağır məni. Yağış yağır, darıxıram gözüm yoluna, dikilir görən kimin yanındadır. Nə vaxt dönəcək kim bilir, nə vaxt dönəcək kim bilir. Eşidirsən səninləyəm, ay gecikən məhəbbətim. Ayrılığı yaxın qoyma, ayrılığı yaxın qoyma. Bu hisslərdən ayır məni. Eşidirsən səninləyəm, ay gecikən məhəbbətim. Ayrılığı yaxın qoyma, ayrılığı yaxın qoyma. Bu hisslərdən ayır məni. Yağış döyür pəncərəmi, qapımı kaş sən deyəsən, qucaqlayıb bərk-bərk məni. Yanındayam söyləyəsən, yanındayam söyləyəsən. Yağış kəsir, yağış susur, sən də susma yağış kimi. Səslə duyum nəfəsini, qırım əsrət qəfəsini, qırım əsrət qəfəsini. Eşidirsən səninləyəm, ay gecikən məhəbbətim. Ayrılığı yaxın qoyma, ayrılığı yaxın qoyma. Bu hisslərdən ayır məni. Eşidirsən səninləyəm, ay gecikən məhəbbətim.
Davam edirik əziz tamaşaçılarımız. Xatırladıram ki, Doktor Seyfəddin Klinikası, o cümlədən Milan Hospital, Agromal Özbəkistan məhsulları və Mirvari Xalı Xalça Yuyma şirkətinin sponsorluqları ilə hal-hazırda bizi canlı izləyirsiniz. Qonağımız buradadır, ifası ilə artıq giriş elədik. Zümrüt xanım Məmmədova. Sabahın xeyir Zümrüt, necəsən? Sabahınız xeyir, artıq günortanız xeyir də deyə bilərəm. Kimlər üçünsə sabah da. Fikirləşirdim, dedim, ay Allah, birdən yatar qalar. Uşaqlı adamdır, birdən yatar, uşaq bunu gecə qoymaz yatmağa. Sadəcə yolu çox uzun gəldim. Aha. Yol cihazı yolu yaxşı görsətmədi, biraz uzun görsətdi. Ona görə bir neçə dəqiqə gecikdim və tamaşaçılar da üzrlü saysın. Hər kəs salamlayıram. Gününüz aydın olsun, gününüz bol şanslı, uğurlu, ruzu bərəkətli olsun inşallah. İnşallah. Zümrüt, sən neçənci il muğam müsabiqəsində? 2013 muğam müsabiqəsində ikinci yeri tutmuşdum. 2013. Bəli. Ustadım Arif Babayev idi, Allah rəhmət eləsin. Ustadımız Arif Babayevdir. Ondan başqa heç bir müəllimdən dərs almamışsan? Ondan əvvəl Sabir Abdullayevdən dərs almışam. Sabir Abdullayevdən, Sabir Abdullayevin qardaşından. Bəli. Onda sən Milli Konservatoriyanı bitirmişsən? Bəli, Milli Konservatoriyanı da bitirmişəm. İnci Sənət Universitetinin magistrında bitirmişəm. Ay maşallah. Ha vaxt tapdım bunları hamısını, ay Zümrüt. Başım onlara qarışdı da. Əsas birinci təhsilə başım qarışdı. Təhsil üçün önəmlidir. Əlbəttə ki, təhsili alandan sonra sənəti sonra hər yerdə görsədə bilərsən, hər zaman görsədə bilərsən. Amma təhsil ən önəmlidir. Bəli, çox adamın yanında dilin qısa olmur. Təhsil çox önəmlidir. Təhsili hər yaşında ala bilmirsən. Təhsil elə bir şeydir ki, gərək arda-arda sən onu nə qədər ki zehin açıqlığın var, hətta gözündə onur var, sən onu yiyələnməlisən. Mənim elmi işim də var, Azərbaycan musiqi mədəniyyətinin inkişafında muğam məclislərinin rolu. Elmi işdə dissertasiya eləmişəm. Bəli, yəni illərimi alsa da təhsil illərim, yəni bu mənim üçün fəxirdir. Yəni çox insan qaçdı qazancını da alacaq toylara, məsələn, populyarlığa önəm verənlər oldu, daha çox efirlərə çox çıxanlar oldu. Amma mən öncəliyim təbii ki, birinci təhsilim oldu. Təhsil oldu. İnşallah niyyətimdə var ki, inşallah doktoranturada oxumaq istəyirəm. Bəli, çalışıram, dövlət içində də çalışıram. Hərbi orkestrdə sən? Bəli, xeyr, Dövlət Sərhəd Xidmətinin dövlət ansamblında, bəli. Orada bir, deməli, çox maraqlıdır Zümrüt Məmmədova. Bayaqları Seyfəddin doktoru soruşur, deyir, hansı Zümrüt Məmmədovadır? Deyirəm ki, bəs hərbi orkestr. Deyir o köydə, yəni biz uşaqlıqdan tanıdığımız Zümrüt Məmmədova. Bəli, deyirəm ki, yox, bu gəncdir. Doktor, sizlə də bir dəfə Zümrüt xanım olub? Yox, olub nədir? Mənim yaxın dostumdur. Mən yüzünü görməmişdim deyə, familiya məni çaşdırdı. Zümrüt xanım sevilən... Gəlib yanımıza? Gəlib, yox, dostumdur, mənim dostumdur. Biz dəfələrlə məclislərdə olmuşuq, onun gözəl səsini dinləmişəm. Zümrüt xanım qiymətli müğənnimizdir və özü demişkən, bilirsən, çox düzgün qeyd elədi Samir bəy, təhsil başqa bir şeydir. Təhsil, nə qədər sual versən, soruşsan, neynəsən, görəcəksən ki, maşallah, indi danışdığı kimi natiq, hər tərəfli, səhvsiz. Ən əsası odur ki, işinin peşəkarıdır. Zümrüt xanım, yenə dedim, çox sevdiyimiz müğənnimizdir, həm də dostumdur. Qəbul edirsə, bilmirəm, mən dostum bilirəm. Muğam müsabiqəsinin bu son yayımından sonra biraz belə qalmaqallı məsələlər, filanlar, beşməkanlar oldu, iştirakçılarımızdan etiraz edənlər oldu, öz yeriləri ilə barışmayanlar oldu. Ümumiyyətlə, sizin vaxtınızda da bu məsələlər var idi. Bəlkə də elə bir ki, indiyənə qədər heç kim açıb ağartmamışdı, bilməm nədəndirsə. Doğrudan mı bir də görsən layiq olmayan adam qalib olur, yoxsa? Layiq olmayan deməzdim. Orada 20-liyə seçilən uşaqlar hər bir istedadı olan uşaqlardır. Sadəcə olur ki, məsələn, hamımızın gözəl istedadı var. Onlar 20-liyə düşmək özü elə böyük bir qabiliyyətdir. Sadəcə bəzi həftələr olur, qış aylarında daha çox təsadüf eləyir. Olur ki, bəzisinin səsi həmin həftədə işləmir, digərindən az bal alır. Yəni, canlı efirdə gedən bir verilişdir də. Xeyr, qərəzliyi mən görməzdim. Ola bilər ki, yəni səsdə olan cüzi problemlər, yəni zəngülələri ürəyi istədiyi kimi işləməz. Həmin gün o az bal alar, amma bu demək deyil ki, onun elə göstəricisi ilə 9 baldır. Yəni, növbəti həftədə yenidən 10 balını alır. Yəni, finala doğru irəliyir. Olub müsabiqədə? Məndə şükür Allah olmadı. Olmadı? Gördün, nə incəliyə toxundu, mən onu bilmirdim.
Hə? Nə incəliyə toxundu. Yəni fəsillə Həmin gün əlaqədar səsin olur ki, işləməməsi. bəli, fəsillə əlaqədar olur ki, məsələn insanın səsi bir soyuq olur, məsəl üçün havadan axşam nəfəsinə daha çox soyuq olur. oxuyur. Bəli, çox məşqlərdən də ola bilər. Yəni səsini yorur, gəlir həmin həftədə ifa günü artıq özünü doğrulda bilmir və yaxud gün ərzində 9-da başlayır da müsabiqə. Gün ərzində özünü harasa gedir, gəlir, yorur. Deyir ki, onsuz da axşam saat 9-dadır. Hər bir şeyin təsiri gəlir var. axşam efirə artıq müsabiqədə. Qidanın belə təsiri var. Hətta qidanın da, bəli. Yəni kəskin qidalar yemək olmaz. Kəskin acı, kəskin şirin, bunları da həmin günü yemək olmaz. Əgər ürəyi istədiyin kimi, yəni istedadlı olduğun qədər göstərmək istəyirsənsə, gərək bunlara riayət eləyəsən. Orxan, mənim üçün maraqlıdır. Zümrüddən o video materialı hazırlayarsan, muğam müsabiqəsinə bir dönüş edərək. Amma hal-hazırda əziz tamaşaçılarımız efirimizdə sponsorlarımızla bağlı çox qısa şifahi məlumatımız var. Onu izləyək, davam eləyəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Aqromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Aqromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41A-da, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Milan VIP Hospitaldan danışmaq istəyirəm. Sizə Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Təşəkkürlər Milan VIP Hospitalına. Davam edirik, hörmətli tamaşaçılarımız. Bu arada deməli, efirimizin əlaqə nömrəsi də var. Oradan WhatsApp üzərindən mənə yaza bilərsiniz. Salamlayan izləyicilərimizin hər birinə təşəkkür edirəm. Baxıram, artıq izləyicilərimiz yavaş-yavaş mənə müxtəlif bölgələrimizdən, hətta Türkiyədən də bir izləyicimiz yazıb salamlayır. Deyir, qonaqlarınıza o qədər gözəl yanaşırsınız, o qədər gözəl təqdimat edirsiniz. Mən bir şey deyim tamaşaçılarımıza. Adətən biz belə deyim də məclis adamlarıyıq. Efirdən əlavə də axşamlar toylarda, düyünlərdə oluruq. Daha çox insanlarımızın, doktor, mən dedikləri bilirsiniz nədir? Deyir, bir də görsən, məsələn, hiss edir ki, qonağı tanımırsan. Zümrüd xanımdan heç, Zümrüd xanımda tanımayan yoxdur. Həm də Zümrüd xanımla biz daha çox toylarda görüşürük. Amma elə qonağım olur ki, ilk dəfədir görürəm. İndi bizim prodüserlarımız filan sağlar efirdə. Mən gəlirəm, burada görürəm. Amma deyirəm, o qapıdan içəri daxil olubsa, mənim artıq evimə qonaq gəlibsə, mən ona adamın evinə qonaq gələndə ona necə münasibət görsədir? Heç vaxt kiməsə yuxarıdan aşağı baxım, kiməsə, nə bilim, o türklər deməli aşağılayım, kimləsə efirdə belə pislə səslənməsin, məzələnim, kimisə ortaya qoyum. Heç vaxt birinci qonağımı elədiyim o hörmətsizliyi ən birinci növbədə özümə eləyirəm və sonra qonağa elə başa düşürəm. Mənim üçün heç bir fərqi yoxdur. Qapıdan içəri daxil olubsa, bu mənim qonağımdır. Süfrəmin yuxarı başında əyləşməlidir. İstəyir xalq artisti olsun, istəyir əməkdar artisti olsun, istəyir dünən çıxan müğənni olsun. Mənim üçün şəxsən, təbii ki, sənət başqa mövzularda hamısı eyni tərəzidə olmayan ifaçılardır, amma
qonaq kimi insan olaraq hamısına eyni münasibətimi bildirirəm. Çünki istəmirəm, əgər bura gəlibsə, kimsə mən efirdə pis etdirim, kimsə efirdə peşman eləyim, yəni məndən oturub həmsöhbət olmağına. Onu heç vaxt eləmərəm, izləyicimiz də məhz onu yazır, göndərir mənə. Bizim balalar necədir? Yaxşıdırlar, hə? Maşallah, balaca böyüyər artıq, hə? Neçə? 3 yaşı var artıq. Ay, maşallah, bax necə tez keçir. Can balaları qorusun, olmayanlara qismət olsun. Aa, mikrofona. Artıq 3 yaşı var 3 yaşı qızımın, oğlum isə 2-ci sinifə gedir. Allah can balaları qorusun, olmayanlara da inşallah nəsib olsun. Aha, ay maşallah 3 yaş ya. Elə bir dünən idi məsəl üçün. Uşaq vaxtında hədiyyə də alıb göndərmişdim. Bəli, hatırlayıram. Uşaqları çox sevirəm. Allah saxlasın bütün balaları. Bizim çatdıra bilirsən, toylar, xınalar, efirlər, nə bilim çalışırsan dövlət işində. Siz inanırsınız, səhər haçan açılır. Gecə haçan düşür. Bir də baxıram ki, anan səninlə qalır. təbii ki, anam kömək eləyir. Anam kömək eləyir, bacım kömək eləyir. Allah bütün analara can sağlığı versin. Atan dünyasını dəyişəndən sonra anan gəldi yanına yəqin. Yox, mən ora gedirəm, uşaqlar orada qalır. Hə, mən ora gedirəm, yəni dərsdən çıxmağa, bağçaya aparmağa anamla bacım kömək eləyirlər mənə. Bilirsiniz, doktor, nə qədər də niyanka tutursan, nə edirsən var, adamın ürəyi qalır. O uşağın yanında nigaran qalırsan. Çünki o qədər hadisələr oldu. Mən məsələn dostlarımdan, inansız Seyfəddin doktoru, çox dostlarımdan, Xuraman Əlizadə aktrisamız daxil olmaqla bir neçə dostlarımız vardı, uşaqlarına niyanka tutmuşdular, dayə tutmuşdular da, belə deyək. Elə pis hadisələrlə qarşılaşmışdılar. Məsələn, xəbərləri yoxdur ki, evə kamera qoyublar, gizli kamera qoyublar, uşaqla elə rəftar edir. Televizor açır uşağın üstünə, arvad oturub orada telefonla danışır. Yerindən qımzınmır ki, ölə, televizorun altında qalar, məni tutarlar, mənə uşaq əmanət ediblər. Yəni, ən gözəli anadır da. Doğmasıdır, doğması. Ana, nənə, fərqi yoxdur, xala, bibi, doğma adam olmalıdır, doğma. Bizim sənətdə çox xanımların elə nənələrin bir sözü var ki, bala sizi böyüdüb başa çatdırırıq, sonra da nəvələrimizi böyüyüb başa çatdırırıq. Hamısı veriblər analarına. Bu sənət elədir ki, yəni həqiqətən həm qalmaq da olmur sənətdən, irəliləmək lazımdır. Yəni illərlə zəhmət qoymuşuq. Mən deyərdim ki, bu uşaqlığımızdan bəri bəslədiyimiz bu sənətimiz özü də bir övladımızdır bizim. Onu böyüdüb bir ərsəyə gətiririk. Yəni bu da bir yəni can yandırırıq, illərimizi qoyuruq, inkişaf elətdiririk. Eləcə də övladlarımız. Necə ki, onları dünyaya gətiririk, böyüdürük, yəni təhsilə can yandırırıq, evləndiririk. Onlar ailə sahibi olandan sonra, hətta ailə sahibi olandan sonra, yəni mən öz valideynimdən deyirəm ki, bəli, yəni onlar Allah anama can sağlığı versin, dünyadan keçən valideynlərə Allah rəhmət eləsin. Yaxşı ki, varlar. Həqiqətən yaxşı ki var. Dostum, belədir, çox maraqlıdır. Baxın, sizin də övladlarınız var da, böyükdür, qızınız da var, oğlunuz da var. Hər ikisini tanırım, oğlunuzla da dostluq münasibətimiz var. Niyə belədir? Adam özü qazansa belə, elə bir atadan, anadan pul alanda, adi 20 manat verir. Məsələn, mən anam bir də görürdüm, rəhmətli çıxardırdı mən, məsələn, deyirdim ki, pulum yoxdur. Və yaxud da öz deyir ki, ala, benzin vurarsan bunu, o qədər şirin gəlir. Niyə elə, doktor? Alırlar, düzün deyin, evlatlarımız sizdən pul. Yoxsa özünüzü verirsiniz arada, ala, bunu qoymayəsən, qoyacağım. Nə almır, nə vermirəm, nə də istəmirlər. İstəmirlər? Yox. Özün də vermirsən, doktor, inana bilmərəm, siz əl açıqsınız axı. Yox, əl açıq evlada yox da, nəviyə əl açıqam. Hə, nəviyə, hə? Nəvə nə desə, baş üstədir, nə desə. Bir göçək qızım var, hər gün gəlir, bugün 5 almışam, sizinkilərlə var. Mənim 5 pullandır. Yəni 5. O hansı ki, Tovuzda başımızı oynaçan nəvən, qız, kaprizdə var idi biri. Biz orada çəkilişdə olanda. Bir 5-i 1 manatdır. Aha, yaxşı da ucuza başa gəlir. Yox, ucuza başa gəlir. Neçə dənə özü çalışırdı, ona görə keçən hamısı 5 oldu. Aha, yəqin hələ ağlı kəsmir, böyüdükcə biləcək ki. Hə, yox, deyir, indi mən yuxarı sinifə gəlmişəm, indi 4-cü sinifdə. Deyir, biraz qaldır, deyirəm, yox, hələ geçsin, 4-cü sinifdən sonra, hə. Həm də o hamısı 5 olanda illiyi də var da, bunun bir illik yekunu da var. Yəni, o, baxıram ki, uşaq başqa cür yolu yoxdur. Onu şefdən eləmirəm. Nəsə marağı olmalıdır. Bu marağı elə budur. Həvəsləndirmək lazımdır uşaqları. Tutaq ki, qardaşında yox idi o. Seyfəddində yox idi o ömründə.
belədir də, Bu görürük. maraqlıdır. Bu genetik nə bilim, hansı koddan gəlib, hardan gəlib, kimdən gəlib, mənim özümdə də yoxdur. Yəni, bəlkə də atasında var, atasından gəlib, onu bilmərəm. Ancaq belədir də, deyir ki, yəni əməlli başlı oxuyur ki, yəni gündəlik amma gəlir. Seyfəddin gələcəyin həkimi deyil və yaxud gələcəyin teleaparıcısı olacaq, bilməm, radioda, televiziyada, onun artıq o potensialı indidən özün görsədir. Böyüyüb, hə, doktor? Böyüyüb, hə, maşallah uzanıb. Maşallah olsun. Deməli, doktor, insanlar var ki, onları zaman-zaman adam tanıyır da. Məsəl üçün, mən Zümrüd xanımı əvvəl tanıyanda, Zümrüd, səni bu sənət camiyyəsində öz ifaçıları deyirəm, istəyənlərin də çoxdur, xətrivi çox istəyənlər də, istəməyənlər də var. Çox maraqlı bir şeydir. Məsələn, danışırlar ki, Zümrüdün xarakteri belədir. Hələ mən səni onda tam-tamına belə tanımırdım. Amma sən zamanla gördüm ki, ümumiyyətcə öyle bir ki, sənə şər atır. Həqiqətən, bax, and ola Allaha, əziz tamaşaçılar. Zaman deyirəm, bu adamda belə də nə qədər münasibətin var da, sən bir dəfə də olsa görərsən ki, bunda o xarakter, o dediyi şeylərin heç birisi yoxdur axı bunda. Yəni Bu yaxında başıma bir şey gəldi. Bir toy məclisində olanda bir nəfər yaxınlaşdı mənə. Həmin insanın 2 övladının toyunu oxumuşam. Dedi ki, Zümrüd xanım, elə oldu ki, mən sizinlə əlaqə saxlaya bilmədim. Deyir, heç toy işləri başıma o qədər qatdı ki, mən sizə zəng eləyə bilmədim də. Mən elə toydun oğlan ifaçısına, adını çəkməyəcəm də, oğlan ifaçısına dedim ki, bəs Zümrüdə də çağırarsan, bizim toylarımızı həmişə o oxuyub da. 2 balamın toyunu o oxuyub, 3-cümü də inşallah gəlsə oxusun. İnanırsınız, heç mənə zəng eləmədən, heç mənim xəbərim olmayıb ki, bu insanın ailəsində yenə xeyir iş var da. Deyib ki, Zümrüd həmin gün məşğuldur. Vay. Zümrüd məşğuldur. Yəni həmin gün onun hətta mən hardasa toyda da olsam, o ailənin elə bir xətrini istəyərdim ki, yəni yarım saat da olsa həmin toydan çıxıb yarım saat o məclisdə iştirak edib, hətta təmənnasız da. Yəni sənət sevgisi, yəni bizim sənətimizi insanların sevgisi ucaldır. Hər şey maddiyyatla ölçülmür. Hər şey maddiyyat demək deyil. Yəni yarım saat da olsa mən gedib o toyda iştirak edib, təbrik edib, qayıdıb gələrdim o əgər toyum vardısa. Amma heç həmin gün mənim işim olmayıb ha. Deyib ki, Zümrüd məşğuldur, başqa toyda heç mənə zəng də eləməyib. Hətta oğlan ya. Oğlan xeylağı, hətta ki, belənçi adama belə eşidirəm, deyirəm ki, ay Allah, mən buna nə pislik eləmişəm. Mən çalışıram, indi savadımdan da bir dəstək olmağa çalışıram. Elə olur ki, məsələn, kimisə təzə mahnısı çıxır, hansısa efirə ilk addımlardan başlayan insan olur. Deyirəm ki, hansısa bir yoldaşı zəng eləyirəm ki, aparıcı, ay rejissor, efirinizə çağırın, təzə başlayır sənətə dəstək olaq. Yəni, heç bir sənətdə mənim, heç bir sənət dostum deyə bilməz ki, Zümrüdün mənə hansısa pisliyi dəyib də. Pisliyi dəyib, amma... Hətta mən təzə ailə quran vaxtlarda bir söz-söhbət çıxdı ki, Zümrüd artıq oxumur, sənətlə məşğul olmur. Belə söz-söhbət. Yəni insanları efirə çağırmaq istəyirdilər, Zümrüdə də deyək, filan kəs olacaq. Zümrüd daha çıxmır ki efirlərə, sənəti atıb da, yoldaşı qoymur. Halbuki mən hər zaman sənətim üzərində çalışmışam. Dostlar, belə şeylər eləməyin. Bu, heç kimin, Allahın da xoşuna gəlir. Öz işiniz də düz getməz. Kiminsə çörəyinə bahis olmaq, kiminsə çörəyinə əl uzatmaq. O, dünyada ondan axırıncı iş yoxdur. Video materialımız var, Seyfəddin doktorla bağlı. Bir xəstə razılığı var. Hətta 2 xəstəmizin razılığı var, hə, Orxan? İzləyək birini görək, bu nə xəstəliyidir? Özünüzü təqdim eləyin, zəhmət olmasa. Cavadova Zənfirə Xulam qızı. Zənfirə xanım, hardan gəlmişsiniz? Bakının Zirə kəndindən. Nə gözəl. Gələndə nə şikayətləriniz var idi? Doktor, ayaqlarım çox şişmişdi də. Şişmişdi, gezə bilmirdim. Yara da vardı parmaqlarımda. Allah sizə can sağlığı versin. Zəli ilə, arı ilə, məlhəmlərlə. Şükür, sevinirəm ki, ayaqlarım yüngül olub. Şişi çəkilib, təmiz demək olar ki, şişi çəkilib. Allah köməyiniz olsun. Xəstələrə və canla, başla belə qulluq eləyirsiniz. Vallahi sahabdır, billah sahabdır. Xəstələr gəlir, mənim kimi nə qədər iğnə, dərman, bunlar kömək eləmədi. Gəldim, burada şəfa tapdım. Allah can sağlığı versin, həmişə işinizin başında olasınız. Kömək olasınız
Xəstə insanlara, xəstələrə. Gəldim mən dışarı, ayaqlarımın şişi temiz çəkilib. Ona görə gəlmişdim mən. Bizi hardan tapdın, Zemfira xanım? Televizordan. Televizordan. Hə, televizordan, dünya televizorundan. Hə, demək, Zemfira xanım bu gün mənim üçün hədiyyələr gətirib, öz əl işləridir, toxuduğu əl işləri və indi təbii ki, mən onları göstərəcəm efirdə, ayrı bir formada görəcəksiniz. Çox gözəl, nəfis hazırlanmış əl işləridir. Adamın elə ürəyi necəsə, gördüyünüz bu gözəllik həm üzündə, həm ürəyində görünür. Əlləri də qızıldır, maşallah. Mənim ilk dəfə gördüyüm bir möcüzəvi bir qab gördüm, onda efirdə sizə göstərəcəm. Mütləq göstərəcəm. Yaxında görəcəksiniz. Çox sağ olun. Sağ olun, doktor. Sağ olun. Həmişə. Şəxsinizdə bütün xəstələrimizə şəfa deyir. Amin Allah. Amin. Amin. Sizə də Allah can sağlığı versin. Davam edirik. Allah bu nənəmizin şəfası versin, Ağbirçək anamızın. Doktor, nə idi xəstəliyi? Zemfira xanım özü dedi, ayaqlarında şişkinlik var idi, ağrı var idi. Bu ayaq ağrılarındakı yaylıqda. Çətinlik çəkirdi. Neçə yaş var bu Sonra xanım? qan təzyiqi var idi. Bu xanımın 80 neçə, birdən deyər ki, mənim yaşım niyə dedin? 80 neçə yaşı var idi. 80 neçə yaşı var idi. Xanımlarda yaşı demək olmayacaq. Ondan çox gözəl bir anadır, özü də qəhrəman anadır, oğlu şəhiddir. Çox gözəl, Allah rəhmət eləsin. əsl Bakı ləhcəsindən, saatlarla danışır. Deyirəm, sən axı bu danışıq qabiliyyəti, bu savad deyir, mən o qədər kitab oxumuşam. Yerli də Bakı kəndlərindən. Bakı Zirə kəndindəndir. Zirədən, hə. Zemfira xanım. Çox gözəl evladları, gəlinləri. Mən ilk dəfə elə bil ki, anamın gəncliyi yadıma düşdü. Nənəm, babamın ki, qaynataya, qaynanaya necə qulluq olar, necə eşitmək olar. Hamısı bu ananın başında pərvanədirlər. Ona görə də Allah üzlərini ağırlasın evlatlarını. Bax, bu gələn dəfə yadıma düşsə gətirərəm. Göstərdim o günü Alı doktorda. Nələr tikib öz əlinlə. Mən xörəsət pişirəm də. Əl yandırmasın deyən o tutalqac. Ondan sonra qazanı qoymağa məşğuliyyət tapır da özünə. Nədir? Oxlov üçün qab. Oxlov üçün paltar. Mən onu oxlov Kəşki göndərərdi, burada hamısını göstərərdi. Yox, var, göndərib, mənə verib, hədiyyə verib hamısını. Bəs sən gəl götür, gətir burada göstər. Gətirəcəm. Anamızın əl qabiliyyəti. Doktor, ayaq ağrıları dediniz. Ümumiyyətlə, çox yayılıb ayaq ağrıları. Məni görən toylarda, məclisdə deyirlər, Samir, nə olar, Seyfəddin doktordan soruş, yeriyə bilmirik bu ayağımızın ağrısından. Niyə bu qədər çox yayılıb ayaq ağrıları? Bu nəyə bağlıdır? Ayaq ağrılarının yayılmasının səbəbi çoxdur. Bax, indi Zemfira xanım, Zemfira anamız dedi. Orada təbii ki, çəki, artıq çəki mühüm rol oynayır. Kiçik bir oynağa, kiçik bir nazik ayağa o boyda çəkib. Bəzi adamlarda görsən 120, 130, 150, 185, 195 kiloqram, 200 kiloqram o neynəsin yazıq ayaq ona? Bunun səbəbi ola bilir. O sümüklərdə dəyişiklik baş verə bilir. Sümüklərin başında yeyilmə, oynaqdakı mayenin azalması, orada səs-küy yaranır, ağrı yaranır. Ya bəzən görürsən ki, iltihab nəticəsində artrit yaranır, onun nəticəsində də ağrılar ola bilir. Və yaxud da ürək-damar çatışmamazlığından görürsən, qanı yaxşı çəkib apara bilmir. O da ayağı şişirdir. O da ayağı şişirdir. Fil xəstəliyi var. Fil xəstəliyi dəhşətdir. Ayağı o qədər şişir ki, elə bilirsən, keçmişdə bu həmişə bir kişilərdən qalma, mən də uşaq idim. Kişilərdən qalma, nə gözəl xanımdır, nədir? Nə gözəl ayaqları var. Sən demə, bu xəstəlik imiş. Tökmə yuxarıdan aşağı elə bilginən ki, onu memar töküb ayaqlarını. Ayaqlar parıldayır və çox şişkin vəziyyətdə. Və ayaq pəncəsi də kiçikdə, o şişkinlikdə olmur, nisbətən bəzən o da olur. Xanımlarda olur da yer xəstəliyi, yoxsa kişilərdə də olur? Fil. Fil xəstəliyi qadınlarda olur ancaq. Ən çox qadınlarda olur, kişilərdə də ola bilər, ancaq əsas qadınlarda olur. Bəzən o dərəcədə şişir ki, dəri partlayır, su tökülür, yara mələ gələ bilər. Əziyyət çəkirlər yeriməyə, hərəkət etməyə. Fil xəstəliyinin hələlik bir mənalı şəkildə müalicəsi yoxdur. Yanaşı kömək eləyirik, yanaşı. Yanaşı kömək çox əziyyət çəkmədir, ancaq bir mənalı ki, fil xəstəliyini mən müalicə eləyəcəm, hələ bu yoxdur. Ondan başqa
dediyim varikoz damar xəstəliyi. Ən çox görürsən bir ayaqda olur, bəzən iki ayaqda olur. Orada ayaqlarda damarlar ən çox qadınlarda hamiləlikdən sonra yaranır və məsələn irsiyyətlə yaranır. Mənim məsələn nəslimizdə, kökümüzdə biz atadan, babadan keçmə sağ ayağımızda varikoz damar var. Təbii ki, biz onu zəli ilə qoymuruq inkişaf eləsin. Doktor, əməliyyatı tamamilə aparırsınız onu? Aparmırıq. Yəni, rahat həyatını yaşayırsan da, varikoz damarların tromblaşmağa və infarkt, insult verməyə ehtimalı çoxdur. Zəli qoyanda 6 ay qan duru qalır, təhlükəsiz yorğunluğunu götürür, ağrını götürür, qan dövranını yaxşılaşdırır. Yəni, heç bir risk faktoru yoxdur. Heç bir risk faktoru yoxdur. Bir mənalı şəkildə 6 ay infarkt olanmaz, insult olanmaz, tromb əmələ gələ bilməz. Burada tromb ehtimalı çoxalır. Yəni, bax, nə qədər ayaq xəstəliklərinin yaranmasında, bir də tutaq ki, revmatizm xəstəlikləri, bir də revmatoid polartrit. O daha dəhşətli bir xəstəlikdir, yəni müalicəsi də xeyli çək. Bütün oynaqları görürsən, əmələ gəlir və oynaqların quruluşunu pozur, əyilmələr verə bilir. Yəni, səbəb çoxdur, ancaq mütləq mənada, bəzən görürsən ki, belə sual verir də, indi veriliş qutarı, deyir, verilişdə səni gördüm. Onun müalicəsində də siz sual verəndə təqribi deyən kimi deyir, bir təqribi bir müalicə deyir. Təqribi olmaz. Çünki sən bunu dedin, bilmirsən. Oraya bayaqca bir uzi şəkil atır, rengen şəkil atır, MRT şəkil atır. Şəkillə qiymət mi vermək olar? Adam var oradakı yazı ilə xəstənin vəziyyəti uyğun gəlmir. Mən deyirəm, razılaşmıram. Deyirəm, get bir də yoxlat. Yoxladığında başqa bir şey. Çünki mən praktik həkiməm. Özü, Seyfəddin doktor klinikasında, əziz tamaşaçılarımız, tutaq ki, çox klinikalarınız pula görə, əlində sənin müayinələrinin cavabı var da, tutaq ki, bir ay bundan qabaq, 15 gün bundan qabaq başqa klinikada keçirdin sən. Gəlirsən bu birisi klinika, birlikdə təzdən keç. Bəlkə mənim pulum yoxdur, get bu birisi təzdən keç müayinələrdən gəl. Məsələn, doktor elə eləmir. Elə köhnə əlimizdə olan... Yox, təzədirsə də, yəni bir ay, 2 ay, 3 ay. Daha bu keçənkini gətirəndə təbii ki, yaramaz. Ancaq yəni qəbul edirik, tam şərikəm. Bu gün analiz verir, əlinə götürüb analizin cavabını. Gedir başqa bir klinika deyir, yox, mən buna inanmıram yenidən. Elə şey mi olur, niyə inanmırsan? Tamam, alo. Siyaziyəndən zəngimiz var. Alo. Alo. İndi danışacağım izləyicimizdən, xətlərimizdə problem var. Demək, doktor, əslində belə olmaq lazımdır da. Ondan əlavə də klinikaya gəlirsən, hər dəfə həkim qəbuluna pul alırlar. Hər dəfə bu insaf günün yarısıdır. Bəlkə birinin var, bəlkə birinin yoxdur. Bir dəfə gəldim, həkimin qəbuluna, bu indi ödəniş nədir, onu ödədim. Sabah ən ucuz ödənişdir, 30 manata harada ödəniş var? Hə? 30 mənə gülürlər ki, sən bax, bu boyda titulun, Dünya Çin Təbəbəti Konfederasiyasının üzvü, Yaponiyanın Beynəlxalq Özgə Təşkilatının üzvü, UNESCO Xalq Yazılı Təşkilatının Azərbaycan bölümünün rəhbəri. Bu boyda titullar kimdə var? 30 manata xəstə qəbul edilmək olar, mənə irad tutulur. Və bəs, sağ ol, var ol Zümrüt xanım, bəs də deyir ki, yəqin sən hələ səviyyə, oraya çatmayıb ki, sən də cavan uşaq, 80 manat, 70 manat, 100 manat. Doktorun əlində əlacıla pulsuz eləyər. Sadəcə klinikanı saxlamaq bilirsiniz. Yox, yanında gəlir. Samir bəy, yanında gələn yoldaşıdır, uşağıdır. Deyir, doktoruna da baxarsan, bana da olsun Allah, 15 manata düşür. İkisi olsa heç inəmlim, heç. Yəni, ola bilməz ki, dəm yox, baxmıram. Alo. Deməli, Zümrüt xanım, bir gəncədən bir xanım yığıb sizlə bağlı. Deyir ki, Zümrüt xanımı müsabiqədən izləyirdi, gec-gec görsənir efirlərdə. Gülnarə xanım deyir, gec-gec görsənir efirlərdə. Niyə? Təşəkkür edirəm diqqətiniz üçün. Azərbaycan bütün bölgələrinə salam göndərirəm. Hər biri dəyərlidir. Azərbaycan əsl musiqisini sevən tamaşaçılarımız, Allah hər birinizi var eləsin. Efirə gec-gec çıxmaz, bilirsiniz ki, yəni dövlət işində işləyirəm, səhər tezdən, yəni bir neçə, mən orada oluram, axşam da el şənliklərimiz olur. Altı bazar çalışıram ki, daha çox ailəmə vaxt ayırım. Mümkün olduğu qədər yəni çalışıram. Yəni, hal-hazırda sosial şəbəkələrdən izləyicilərə yaxın olmaq daha asandır.
nəinki gəlib efirə Aktivsən çıxmaq. sosial şəbəkələrdə? Hər şeyi paylaşmıram. Sadəcə mahnılarımdır, efirlərdə olan, konsertlərdə olan video görüntülərimdir. Belə canlı açmıram. Yəni canlı görünüşlər açmıram. Yaddaşımızı təzələyək. Səndə var görüntülər? Tamam. Hə, danış. Yəni sosial şəbəkələrdə bir çox insanlar hətta içdiyi çayı da belə çəkir fincanı ilə paylaşır ki, yəni bu aktiv olmaq demək deyil. Yəni bəli, sadəcə elə şeyə, yəni nə çox meyilli deyiləm, çox özümü görsədəm. Yəni birinin var, həm də birinin yox. Yəni mən hər şeyi niyə paylaşmalıyam ki, gündəlik yaşadığım hər şeyi niyə paylaşmalıyam? Kimsə baxıb ona bəlkə köksü öldürəcək, bəlkə göz haqqı var da insanların, göz nəzər var, hətta bu da var. Ona görə hər şeyi, hər getdiyim yeri paylaşmıram, hər işimi də çox paylaşmıram, çox nəzərə çarpdırmıram. Yəni biraz mən ustadlarım söylər ki, sən deyir bizim dövrün, yəni 90-cı illərin dövrün sənətkarları kimi gedirsən də, addımlayırsan. Bu hal-hazırda təzə çıxan şeyləri daha çox meyilli deyilsən, sosial şəbəkələrə çox meyilli deyilsən, efir həvəskarı deyilsən. Yəni buna da ehtiyac var, demirəm ki, lazım deyil. Yəni gərək zamanın nəbzini tutasan. Amma ki, çatdırmıram da, indi kim çatdırır hal olsun, mən çatdırmıram. Alo. Hə, tamam, yaxşı, verərik sualımıza. Görüntülərimizi təqdim edirsən, biz Zümrüd xanımdan ifa təqdim eləyək. Deməli, 2013-cü il. 2013-cü il muğam müsabiqəsi. Baxaq görək. Bəli, əziz muğamsevərlər, bu Zümrüd Məmmədovadır. Və mən görürəm ki, bütün mülkətlərimiz Zümrüdün ifasını 10 balla qiymətləndirir. Bu da o deməkdir ki, Zümrüdü biz 60 balla yola salırıq və təbrik edirik. Samir bəy, mən apardınız tələbəli illərim, kövrəldim düzü biraz. Siz inanırsınız, orada ifadan sonra müsiflərin hər birindən şərhsiz 10 qiyməti almaq, orada iştirakçı üçün necə xoşbəxtlik hissidir də. Bu çıxışım Qarabağ həftəsində idi, bilmirəm, ya Füzuli idi, ya Ağcabədi. Qarabağ həftəsində idi. Qarabağlılardan da o cür alqışları almaq mənim üçün müsiflərin hər birinin 10 qiyməti şərhsiz, mənim üçün böyük xoşbəxtlik idi.
Bəli, bəli, gözəl. Biz də doğrudan təsirləndik. Bax, xalqımız, dövlətimiz belə gözəl ifaçılar yetişdirir. Doktor, Zümrüddən ifa təqdim edəcəm, amma bu, alo deyək ki, alo. Alo, Hər vaxtınız xeyir olsun. salam əleykum. Əleyhissalam. Hardan zəng vurmusunuz? Adım Ədalət. Ədalət xanım. Hardan zəng vurmusunuz? Sumqayıtdan. Hə, lap gözəl. Nə idi xəstəliyiniz? Doktor danışdı, topuqda şiş, topuq şişidi. İndi onun nə qarmaq var, nətəli Neçə yaşın var ay xanım? 50 yaş. 50 yaşın. Elə danışır, 80 yaşın var səsindən. Nə cavan qızsan, nə olubdu? 50 yaşın var. Şəkərin, təzyiqin var. Heç bir şey yoxdur. Maşallah. Neçə kilo? Neçə kilosan? 100 kilo. 100 kilo. Boyun nə qədərdir? 1.70. 1.65-70-də belə. Tamam, danışacağıq. Saçın quruması ilə bağlı da danışacağıq. O ayaqdakı... Qoy ona sual verim xanıma. Xoş gördük xanım. Xoş gördük. Sizdə topuğun birindədir mişkini, yoxsa ikisində də mi var? Yox, birində. Birində var. Sol tərəfdə. Aydındır. Yəni orada artıq birindədirsə şişkinlik ürək aradan çıxır. Onda o bir oynaqdadırsa ağrı da verirmi, yoxsa təkcə yalnız şişkinlik mi olur? Elə bir ağrı da arada verir. Bizdəki yeriyəndə elə bir ki, ayaq çəkmək də var. Olurmu ki, yatıb duranda o şit çəkilsin, sonra axşama yenə əmələ gəlsin? Biraz çoxdan oldu, çox elə çəkilmir. Aydındır, çox sağ Tamam. olun. Amma Çox sağ olun. xanım, Doktor Seyfəddin klinikasının ünvanı metro ilə rahat gedirsiniz. Həzə Aslanov metrosunun çıxışındadır. Gedin doktor bir baxsın da, qoymayın ciddiləşsin bu məsələ. Valla 30 manatda həkimin qəbuludur. Gedin bir baxsın, bir resept yazsın sizə, gəlin müalicəvizə başlayın da. Həkim görsün sizi, yubatmayın. Zümrüd, gəl, səndən bir ifa təqdim edək, əzizim.
Maşallah Zibrit xanım. Çox sağ olun. Maşallah olsun, maşallah olsun. Orxan, bizim bir video materialımız da var Seyfəddin doktorla bağlı. Tamam, onu da təqdim eləyək əzizim. Özünüzü təqdim edin zəhmət olmasa. Mən Şirinova Hədiyyə Məlik Məmməd qızı. Mən yaşayıram Bakı şəhəri Suraxan rayonunda. Mənim Gələndə nə şikayətləriniz var idi? kəskin miqrendən şikayətli idim əsas. Nə idi o kəskin? Baş ağrılarım var idi, gözümdəki ağrılar, qulağımdakı səslər, ağrılar. Yəni özüm yaxşı hiss etmirdim. Elə evdə oturub söhbət edirdik. Qardaşımın yoldaşı da bu xəstəxanada Seyfəddin klinikasında müalicə olub uzun müddətdir. Vüsalə xanım. Doktor Seyfəddin. Doktor Seyfəddin klinikasında müalicə alıb Vüsalə xanım, qardaşımın yoldaşı. O mənə məsləhət gördü ki, bəlkə sən də bir gedəsən, müraciət eləyəsən Doktor Seyfəddinə. Mən də Sən də bir müddət gözlədin, küstün, bir müddət gözlədin, əziyyət çəkdin, içəyib. Bəli. Sonra qərar verdin, gəldin. Yəni çox şükür ki, gəldim. Elə gəldiyim üçün də çox şükür eləyirəm. Baş ağrısından başqa nə şikayət? Baş ağrısından başqa sümük ağrılarım vardı mənim, oynaqlarımın ağrıları. Çox yatırdım, yatmadan çox şikayətliydim. Yuxulluq, bəli, əsəb gərginliyi. Buraya gələndən sonra Allaha şükür ki, Nə müalicələr aldınız? bitkilərlə müalicələr almışam. Propolisdir, bitkilərdir, çiçək otudur, mumyandır, arı südüdür və bir neçə başqa bitki növləri var ki, onlardan istifadə etdim. Arı zəhəri yadından çıxdı. Bəli, arı zəhəri. Demək, arı ilə müalicə, zəli ilə müalicə olunmaq çox effektlidir. Çox şükür, gəldiyim üçün peşman deyiləm. Arı, zəli, məlhəmlər, məcunlar sizi sağaldı. Bəli. İndi necədir vəziyyət? Hədiyyə xanım. İndi o başımdakı kəskin ağrım ki var, ondan şikayətçi deyiləm. Yəni heç şikayətçi deyiləm kəskin şəkildə. Aydındır. Özümdə dirçəlmə hiss eləyirəm, gözlərimdə, baxışımda. Sümük ağrıları Sümük ağrılarım var, hələ yoxdur deyə bilmərəm, amma yəni bəli, köməklik çoxdur. Əsəblər necədir? Elə yox dərəcəsində. Əsəblər sakitləşib, şükür, yaxşıyam. Can sağlıqdır deyirəm. Çox sağ olun doktor. Mən də sizə təşəkkür edirəm. Siz bizim çox səviyyəli, çox aristokrat xanım pasiyentimizsiniz. Çox sağ olun. Və arzu edirəm ki, bütün xəstələrimiz də siz kimi şəfa tapsınlar. Biz də sizə təşəkkür edirik. Yaxşı ki varsınız. Var olun. Yaxşı ki sizi tanımışıq. Təşəkkür edirəm. Sağ olun. Davam edirik. Orxan, nə deyirdin əzizim? Nə ilə bağlı zəng vurub, bilmək olar? Hə. Deməli, Naziyənin xanım, həkim sizə sualı var. Naziyənin adı bir xanımdır. Sualı var sizə. Nə idi sualımız? Eşidək. Alo. Alo. Zəng vuran, hamı ayaq ağrılarından şikayət edir. Naziyən xanım da eyni problemdir. Xanım, siz mütləq klinikaya gəlin, doktor sizin ayağınıza baxsın. Ayağınıza baxmadan heç nə deyə bilməz. Yəni, belə görməzə, bilməzə bu işlər olmur. Samir bəy, bir dənə mən ona cavab verim. Bayaq Zümrüt xanımla əvvəl sual verən xanım ki, toplumda şişkinlik var, sonra deyəcək heç nə demədi. Sizə mənim məsləhətim odur ki, mütləq mənada həmin oynağı müayinə elətdirin. Ən azı Dopplerlə imkan olsa MRT ya KT elətdirin. Onu mənə atın, baxım. Və ev şəraitində də götürərsiniz kələm yarpağını, salarsınız isti suya və onu bir dəqiqə saxlayarsınız, çıxardıb döyəşləyərsiniz, biraz sulanar, üstünə bal çəkin, həmin oynağa bağlayın. Sonra görün ki, o şişkinlik getdi mi, yoxsa getmədi mi? Onu da mənə, indi bu gördüyünüz nömrələr mənim telefon nömrələrim idi. Onları şəklini çəkin telefondan ya yazın, əlaqə saxlayın, hər birində də WhatsApp nömrələri var. Bu gördüyünüz nömrələr mənim telefon nömrələrim. Bəli, doktorumuzun deməli şəxsi telefon nömrəsidir. Mən buradan, mən bir yaxından çək, mənim əlişqam.
Mən buradan salamlarımı çatdırmaq istəyirəm Hüseyn bəyə. Hüseyn bəyə buradan salamlayıram, ona işində, gücündə. İnsanlar var, belə dəqiq insanlardılar da. Mən bu tip insanları çox hiss edirəm. Ümumiyyətlə işində, əməlində, sözündə. Hüseyn bəy, sizi salamlayıram. Hal-hazırda Hüseyn bəy də bizə baxır, qonaqlarımızı salamlayır. Zümrüd, elə adamlar var ki, yazırlar, salamlayırlar, amma adlarını çəkmirəm. İzləyənlər var, adlarını çəkmirəm, bilirəm ki, onlar da izləyirlər, baxırlar, təşəkkür edirəm. Çox var olsunlar. Demək, bu... Arı südü kremi. Arı südü kremi. Məlumatın var mı haqqında? Demək, Zümrüd xanım, bu nədir? Üzdəki sızanaqlar, prişiklər, sonra yaralar, belə 17-18, daha o yetkinlik dövründə olur da, belə deməli sızanaqlar planlar. Hə? Cibzələr. Hə, ilhavlı cibzələr olur. Çox adam gedir, onu müalicə elətdirir. Heç bir effekt olmur və yaxud dəridə hansısa bir ləkələri qalır. Bilin ki, bu arı südü kremi 100% effektli bir deməli məcundur. Bu heç bir aptekdə filanda yoxdur. Hamısı Seyfəddin doktorun öz məhsullarıdır. Yəni burada heç bir dərman vasitəsi yoxdur. Sifariş verin, gözaltı kölgələri yığışdırır, gözaltı deməli ləkələri tamamilə yığışdırır. Çox gözəl bir şeydir. Çox gözəl bir şeydir və qaraciyərinizi təmizləmək üçün bundan əlavə qan artırıcı, ondan sonra sonsuzluğu aradan qaldıran, cinsi fəallığı artıran və bəylərimizdə prostatı çox gözəl müalicə eləyən bizim mərcunumuz var ki, bunun da çox məşhurdur da, yəni bilirsiniz, hər dəfə məndən soruşursunuz. Tərkibi çərəzlərdir daha çox, qozdur, badandır, arı məhsullarıdır, mumyadır. Yəni istəyənlər yox idi, yenə gəldi, doktor? Gəl. Yenə gəlibdir. Və bir də migren ağrıları var. Migren ağrıları ilə bağlı doktor danışın, çünki daha çox rejissorumuz deyir ki, bu cavab versin migrenlə bağlı, sonra ayrılaq. Demək, migren hər zaman deyir ki, insanların böyük bir faizinin narahat eləyir. Migren o demək ki, beyin qan dövranı həmin anda damarların sıxılması nəticəsində qan az gedir və təbii ki, oksigen az gedir. Son nəticədə ağrı əmələ gəlir. Və bu ağrılar da insanların ən çox görürsən bir tərəf boyundan tutur, gəlir gözünə vurur və yaxud da görürsən ki, o qədər şiddətli olur, görmə zəifləyir. Bəzən bir tərəfində halsızlıq, tutma zəifliyi yaranır. Ürək bulanma olur şiddətli, boyundan ağrılar güclü başlayanda və ürək bulanmadan başqa lap şiddətli ağrılarda qusma baş verir. Əsəblər gərgin olur, yaddaş pozulur, görmə zəifləyir. Bütün bu hallarda xüsusilə müğənnilərdə və sənət adamlarında səs küyün çoxluğundan güclü işığa auralı migren deyilir. Güclü işığa həssas olurlar və ya güclü səsə həssas olurlar. Ağrı onda o zaman tutur. Bir də xanımlarda ən çox menstrual sikl önündə tutulur. Nə oldu ay doktor? Boğazım qıcıqlandı. Bağışlayın. Həmin anda tutur və bundan da ancaq bunun müalicəsi ilə dərmanla yoxdur və insanlarımız ən çox gəlirlər. Doktor Seyfəddin klinikasında baş ağrısından azad olmaq üçün təbii üsullarla müalicə olunurlar. Tamam. Demək, reklamlarımızın vaxtıdır. Reklamlardan qayıdan kimi Zümrüd xanım Məmmədovanın bizim xanəndəmizin ifası ilə dönəcəyik və saçın tökülməsi və saçdakı quruluqla, saç dibindəki o kəpəkdir, sonra dərinin dibinin qaşınmasıdır, saçın tökülməsidir. Onunla bağlı danışacağıq ifadan sonra. Reklamlar izləyək. Bilmirəm hayandan tapdı ömrümü. Bir dəli at kimi çap
çapdı ömrümü. Dağlara, daşlara çıktı ömrümü. Qədrimi bilmədi bu adam mənim. Bilmirəm hayandan tapdı ömrümü. Bir dəli at kimi çapdı ömrümü. Dağlara, daşlara çırpdı ömrümü. Qədrimi bilmədi bu adam mənim. Bilmədi qədrimi bu adam mənim. Al məni bunun əlindən. İlahi al məni bunun əlindən. Kaş mənim ömrümü bu yer üzündə bir özgə adama tuş eyləyəydin. Vay, məni adam yox daş eyləyəydin. Məni bu adama sən necə qıydın. Al məni bunun əlindən. İlahi al məni bunun əlindən. Qədrimi bilmədi bu adam mənim. İlahi al məni bunun əlindən. Al məni, ver məni özgələrə ver. Qırıq aynalara gözünərə ver. Ölürəm yüz tükəmin tikanı. Bu adam üzümə baxa bilməz. Al məni, ver məni özgələrə ver. Qırıq aynalara gözünərə ver. Ölürəm yüz tükəmin tikanı. Bu adam üzümə baxa bilməzsin. Kaş mənim ömrümü bu yer üzündə bir özgə adama tuş eyləyəydin. Vay, məni adam yox daş eyləyəydin. Məni bu adama sən necə qıydın. Al məni bunun əlindən. İlahi al məni bunun əlindən. Qədrimi bilmədi bu adam mənim. İlahi al məni bunun əlindən. Al məni bunun əlindən. İlahi al məni bunun əlindən. Qədrimi bilmədi bu adam mənim. İlahi al məni bunun əlindən. Al məni bunun əlindən. Al məni bunun əlindən. Hörmətli tamaşaçılarımız, proqramımızın sponsoru Agromal Özbəkistan məhsullarıdır. Bilirsiniz ki, Agromal Özbəkistan məhsullarında nə alırsınızsa alın, söhbət pal-paltarlardan gedir. Kilosu 10 manat, 20 manat arasında dəyişən qiymətlərlə sizə təklif olunur. Ünvanlarımız ölkənin bütün regionlarında Özbək mağazaları deyilən ünvanlardan siz kilo ilə pal-paltar ala bilərsiniz. Sumqayıtda 41 ada, Bakı şəhərində 3-cü mikrorayon dairəsində topdan və pərakəndə satış nöqtəmiz var. Yolunuzu gözləyirik. Digər sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər.
Milan VIP Hospitaldan danışmaq istəyirəm sizə. Milan VIP Hospital bilirsiniz ki, digər klinikalardan nə ilə fərqlənir? Əlbəttə ki, robot test müayinəsi. Dırnaqdan saça qədər robot test müayinəsindən keçməklə xəstəlikləriniz haqqında məlumatlana bilərsiniz. Bundan əlavə Milan VIP Hospitalında cərrahi əməliyyatlar da həyata keçirilir. İstər sığorta ilə, istərsə də belə siz Milan VIP Hospitalına gəlməklə müayinə və müalicələrinizi normal şəkildə həyata keçirdib sağlığınıza qovuşa bilərsiniz. Bölgələrimizdən gələn pasientlərin diqqətinə çatdırmaq istəyirəm ki, bizim stasionar şöbəmiz də fəaliyyətdədir ki, rahat bir şəkildə qidalanmanız təmin olunmaqla klinikamızda yatış edib tam şəkildə sağlığınızı bərpa eləyə bilərsiniz. Təşəkkürlər Milan VIP Hospitalına. Möhtəşəm Zümrüd xanım, Arif Səlimovla buradan salamlayırıq. Ola bilsin ki, həftəmizin 4-cü günü çağırdım onu digər qonaqlarımızdan bir yerdə. Gözəl bir nəğmə, gözəl bir bəstə. Mən, o biri vardı, biri yox, Zakir Əliyev oxumuşdu. Nüsrət Kəsəməlinin sözlərini. Ondan sonra çox bəyəndiyim ikinci mahnılardandır ki, bu həmişə aktual olacaq. Çünki sözü sözdür. Yəni, Ramiz Rövşən sözü sözdür də, bu həmişə qalacaq. Maşallah. Mikrofona. Bu mahnıya bu yaxında bir klip də çəkdirdim mən. Mövzu olaraq, yəni başlıq olaraq qadına şiddətə son. Belə bir mövzulu klip çəkdirdim bu mahnı ilə. Arif düzdür, illərdir deyir ki, Zümrüd, bu mahnıya klip lazımdır. Çoxdan yazdırmışsan onda? Mahnını çoxdan yazdırmışam, o klipi təzəlikcə çəkdirmişik. Sosial şəbəkələrdə var. Təkrarını izləmək istəyənlər baxar. Baxın, YouTube-dan yazın. İzləyin. Qədrimi bilmədim mahnısı. Qədrimi bilmədim bu adam mənim. Doktor, bu saçın quruması, saçın tökülməsi. Ümumiyyətlə, saç insanın gözəlliyidir və bugün də saç insanın gözəlliyi. İnsanın gözü, saç da tökülür. Ondan sonra baxır saça, quru saç var, yağlı saç var. Quru saçlar daha tez tökülür, ömraz olur. Bir resept deyim, fürsətdən istifadə edeyim. 2 xörək qaşığı düyü götürürsünüz, 1 xörək qaşığı şəkər tozu götürürsünüz, 2də 1 stəkan su əlavə edirsiniz üzərinə, qalır səhərə kimi, səhər düzünü süzürsünüz və üzərinə də öz saç şampununuz nədirsə ondan az miqdar əlavə edirsiniz, saçınızı yuyursunuz, saçınız yumuşaq, parlaq olacaq və saçınız tökülməyəcək, hətta yeni saçlar əmələ gələcək. Və saç qorumaq üçün məlhəmlərimiz çoxdur, hədsiz çoxdur, mütləq mənada orada da dediyim kimi, saçın bilinməlidirmi ki, yağlıdırmı, qurudurmu? Ondan sonra qadınlarda kişilərə nisbətən saçın ömrü daha uzun olur. Bəzən insanlar fenlə yandırırlar saçı, çox zərərlidir. Keratinlə yandırırlar. Keratinlə yandırırlar və yaxud da saçın rəngini dəyişmək üçün pereksinlə yandırırlar. Və yaxud da ki, saçı şaxta, isti, hər biri saça qidalanma, müəyyən elementlər çatışmış orqanizmdə və o saçın tökülməsinə gətirib çıxarır. Bəzən insanlarımız meyvə tərəvəzdən uzaq olurlar, vitaminsizlik yaranır, o da təsir eləyir. Qurd xəstəlikləri saçın tökülməsinə gətirib çıxara bilir. Əsəb gərginliyi, bəzən stresdən sonra çox sürətlə saç tökülməyə başlayır. Bir də kimyəvi şampunlar var, sənin saçına düşməyən. Onlar da görürsən ki, saçı tökür. Sabunun özündə. Məsələn, mən deyirəm 72 sabunla saçını yuy, bu dediyimi, 72 sabunla yuyursan, sonra bu dediyimi məlhəm eləyirsən, saç gözəl olur. Deyir, doktor, 72 sabunu vurdum, saçı aça bilmirdim. O aldığın 72 üstündə yazılan 72'dir. Axı biz bilirik 72 sabunun rəngi ağ olmur, ondan sonra açıq olmur, o tünd olur və Rusiyada istehsal olunur 72 sabun. Bu gün də 72 yazırlar. Və sən də onu istifadə edirsən, yəqin Zümrüd xanım da təsdiqlər ki, o 72 sabun, o saxtasıdır, o 72 sabun deyil. Doktor, sonda nə deyirsiniz tamaşaçılarımıza? Sonunda deyirəm, Samir bəy, çox sağ ol, gözəl bir proqram apardın. Zümrüd xanım, gözəl müğənnimiz Məmmədovanın da burada olmasına çox sevindim, çoxdan görmürdüm, gözəl səsini eşitdim. Eyni zamanda da təbii ki, yenə paylaşım etdikləri üçün Salyanın Şorsulu kəndindən Yaqub Mehdioğlu Mehdiyevə təşəkkür edirəm. Yozqatdan Gülafət xanıma təşəkkür edirəm. Zərdabdan dostum, fanatım Vüqar bəyə təşəkkür edirəm. Ramilə xanıma təşəkkür edirəm Marnavdan. Çimnaz bacıma təşəkkür edirəm Tovuzdan. Ramiyəzə xanıma
Nərmin xanıma, Aysun xanıma, Vüsala xanıma təşəkkür edirəm Bakıdan, Şamil Balcanova Kanadadan var olun deyirəm. Bütün izləyicilərimə isə deyirəm, Allahın verdiyi ömrü sağlam, mənalı və xoşbəxt yaşayın, görüşməyin. Təşəkkür edirəm, doktor. Zümrüd, sənə təşəkkür edirəm və Zümrüd xanımın ifası ilə bugünlük bu qədər deyirik. Əziz tamaşaçılarımız, sabahları eyni saatda, eyni vaxtda yenə də bu ev eşiyimizdən salamlayacağıq sizi. Təşəkkür edirəm hər birinizə izlədiyiniz, baxdığınız üçün. Sağ olun, salamat qalın. Yaşam